Anaların tez-tez verdiyi suallardan biri, doktor, uşağın süd vəsində şişkinlik var. 10 günlükdür, uşağın süd vəsində şişkinlik var. Nə etməliyəm? Bəli, bu sual həqiqətən də anaları çox narahat edən suallardan biridir. Ancaq bunu söyləyim ki, burada heç bir problem yoxdur. Çünki bunun səbəbi anadan keçən hormonların nəticəsində baş verir. Yəni süd vəsində şişkinlik varsa, bu anadan keçən hormonlar nəticəsində olur. Burada heç bir şey etmək lazım deyil. Heç bir süd vəsini sıxmaq, süd vəsində hər hansı bir proseslər aparmaq, müdaxilə etmək heç bir şey lazım deyil. Çünki əgər siz bunu edərsəniz, o halda uşaqda ciddi iltihab baş verə bilər və bu da antibiotik, mənasız antibiotik qəbuluna səbəb ola bilər. Ona görə də sizin edə biləcəyiniz tədbir sadəcə gözləməkdən ibarətdir. Çünki bu problem 1 yaşına qədər maksimum keçib gedir. Əgər sizin də övladınızda hər hansı bir problem olarsa, pediatrik hər hansı bir suallarınız olarsa, probleminiz olarsa, o halda Milano Hospitala yaxınlaşa bilərsiniz. Ünvanımız Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/21.